Süni intellekti elədir ki, mən biraz front tərəfdən baxanda mən öz fikrimdə yazım, sadəcə inanmıram belə ola bilər, olmaya bilər. Görürəm ki, məsələn, bir artıq saytı front-end tərəfdən baxanda süni intellekt rahat işləyib verə bilir. Amma back-enddə bu çətinlik olur. Çünki back-enddə həmin arxitekturanı süni intellekt qurmaqda biraz çətinlik çəkir. Yəni sənin özün də çox güclü bir bazan ola ki, sən o süni intellektə o arxitekturanı izah edəsən. Kömək edirmi? Kömək edir. Mən düşünürəm ki, bizim işlərimizi çox asanlaşdırır günlük işlərdə. Sadəcə olaraq mən hiss edirəm ki, öyrənməni mən özüm tərəf edirəm, biraz ləngidir. Çünki sən daim deyirsən ki, GPT ordadır, Gemini ordadır. Sən bir çox məlumatlar beynində yox, artıq orada saxlayırsan. Bu mənə görə biraz özümdə hiss elədiyim minuslardır və daim sual soruşacağım biri var deyə. Mən düşünürəm ki, öyrənmək bir tərəfdən də biraz asanlaşıb. Yəni məsələn mən Node.js öyrənmək istəyirəm. Sual verirəm ki, Node.js-in belə deyək də mənə roadmap-ını hazırla. Deyir mən sənə hazırlayıram, sonra etap-etap nələr edir, nümunələr verir, tasklar verir. Bu sənin sürətli öyrənməyini yaxşılaşdırır. Amma bu tərəfdən də rəqabət də var. Yəni ChatGPT-dən bir dənə mən istifadə etmirəm. Əvvəl necə idi siz bilərsiniz. Yəni kim ki search yaxşı bacarırdı, Stack Overflow-dan yaxşı istifadə edirdi, Reddit-dən, digər şeylərdən yaxşı istifadə edirdi, gedirdi qabağa və rəqabət biraz fərqli olurdu da. Amma indi ChatGPT-də eyni sualı mən də verə bilərəm, bir başqası da verə bilər, bir başqa. Bizi fərqləndirən nədir? Sual budur. Bəs bizi digərlərimizdən fərqləndirən nədir? Onun üzərində fikirləşmək lazımdır.